Aparıcı Tarix Əliyev əməkdar artist Mətanət İskəndərlinin X gəlini Canana haqda sərt fikirlər səsləndirib. Demokrat Az Yeni Sabah aza istinadən xəbər verir ki, aparıcı bu barədə müəllifi olduğu Tarixin bir günü verilişində danışıb. Tarix Əliyev Canananın davranışlarını tənqid edərək deyib: "Canana, sənin publikaya oynamağını Mətanət İskəndərlinin konsertində gördüm. Kərim bugün ailə sahibidir, sənin də 3 uşağın var. Amma sən ailə tablosu düzəldib, konsertdə qudalarının yanında Mətanət xanıma təqdim etdin. Sual olunur, bunun məqsədi nə idi? Konsertə gəlmişdin, yaxşı etmisən. Amma o tablonu açıb təqdim etmək doğru deyildi. Deyirsən ki, uşaqlar o evi istəyir. Xeyr, uşaqlar evi yox, nənəni istəyirlər. Anasını istəyən uşaq 2 otaqlı evdə də yaşayar. Mətanət xanım toylarda oxuyur, çalışır, amma evində rahatlıq tapa bilmir. Mən sənə ilk dəstək duranlardan olmuşam. Amma bəzi hərəkətlərini bu yaxınlarda öyrəndim. Baxa bilmirsənsə, niyə 3 uşaq dünyaya gətirmisən? Mətanətin də borcu deyil ki, boşanmış gəlininə ev alıb versin. Hansı qaynana həm 3 uşağa baxıb, həm də gəlininə ayrıca ev alıb verir. Qeyd edək ki, Mətanət İskəndərli verilişdə Canananın ərə gələndə Kərimə yox, onun şan şöhrətinə gəldiyini bildirib.